Ailənin ən balacası, cəmi 1 yaşındadır. Əlində çörək, dünya vecinə deyil. Ən böyüyü isə 13 yaşında. Artıq özünü komanda kapitanı hesab edir. Bu qədər uşağın adını, doğum tarixini yadda saxlamaq güclü yaddaş tələb edir. Uşaqların adlarını qarışdırırsınız bəzən? Bəzən deyirəm, amma mən əsmər deyiləm, mən İlkərəm. Deyirəm, İlkər, biraz əsəbləndirəndə, nadiclik eləyəndə, sərf alırım adlarım. Ən böyücü Əsmərdir. 2021-ci ildə 11-də doğulub. Arası payızda, noyabrın 14-də, 17-sində Olur, deyəsən qarışdırıram. 14 yaşı olacaq. Uşaq atası olmaq necə hissdir? Birinci siz, sonra siz. Çox yaxşı hissdir. Xoşbəxtdir. Çox gözəl işdir. Olmayanlara Allah qismət eləsin. Tək qidalarını elə 1000 manatdan çox olur ki, yəni az olmur. Yəni elə də deyim, uşaqlar da çox şey yemirlər, məsələn, elə biri o yeyəndə, biri bu, çoxsuna makaron, kartof. Nə qədər əlimizi sıxsıq, özümüzü saxlasıq, yəni çıxır 1000 manat civarında çıxır, 1100 olur, 1050 olur, beləncə.